Hər kəsə salam, necəsiz? Həmişə mətbəxdən vlog çəkirdim sizin üçün. Bu dəfə də yataq otağından çəkmək istədim. Səhər yuxudan oyanan kimi birinci yatağı toplayıram. Sonra isə komodun üstündə məndən başqa hər şey var idi. Uşaqlar tökmüşdü, axşamdan töküntü eləmişdilər. Başladım oraları yığışdırmağa. Artıq paltarlar var idi, onları götürdüm, qatladım. Ümumiyyətlə, belə deyim, əgər evin dağılmasını istəmirsinizsə, elə içi özümdə qarışıq. Əliniz gərək evin üstündə olsun. Yəni hər dəqiqə evin üstündə olsun. Yəni nə qoyuldusa sırazı qaytarıb yerinə qoyasınız gərək ki, heç nə yəni yerli yersiz olmasın və dağınıqlıq olmasın. Mən yəni əksər vaxtlarda belə eləməyə çalışıram. Yəni əldən çıxan kimi hər şeyi öz yerinə yerləşdirirəm ki, ev səliqəli qalsın. Amma bəzən də olur ki, çox yorğun oluram. Məsələn, heç belə halım olmur da, deyirəm əşya qalsın, səhər durub yığışdıraram yataq otağını. Ona görə bəzən də belə hala gəlib çıxa bilir. Bu tərəf isə şifonierdə uşaqların paltarları olan bölmədir. Əllərinə keçəni dağıdıb töküblər. Ən çox da böyük qızım sağ olsun, hər dəqiqə gəlir fərqli bir şeylər geyinir, çıxardır, yataq otağına qoyur. Yəni belə deyim də, hara gəldi atır paltarı. Axır təmbihləmişəm ki, qətiyyən ortaqda paltar falan görməyim də mən. Yəni şifonierin içinə qoyur. O da gəlib sağ olsun, açıb şifonierin içinə hara gəldi qoyub. Gördüyünüz kimi şifonier köçürdü. Nəysə, sərgiyə saldım buraları. Bu arada səsimdən dolayı üzürlü sayın. Mən bu videonu hal-hazırda gecə saat 00:45-də səsləndirirəm. Çünki bu videonu əslində 2-3 gün öncə çəkmişdim. Sadəcə vaxt eləyə bilmirdim. Heç cürə ki, vlogu editliyim, paylaşım sizlər üçün. Bilirəm ki, ev vloglarımı çox sevirsiniz. Çox sağ olun, dəyər verib izlədiyiniz üçün. Bəs siz evləri yığışdıranda ilk öncə hansı otaqdan başlayırsınız? Mən nə yalan deyim, demək olar ki, 80-90% mətbəxdən başlayıram. Əvvəllər birinci yataq otağından başlayırdım. Yəni yuxudan oyananda birinci ilk yığışdırdığım yer yataq otağı olurdu. İlk öncə oranı yığışdırdım, həmişə dediyim kimi. Amma axır vaxtlar, yəni özümdən asılı deyil. Dururam, keçirəm mətbəxə, yataq otağı qalır. Məsələn, səhər yeməyi hazırlayıram, çıxan qabı yuyuram, onu elə, bunu elə. Bir də baxıram ki, oje mətbəxi yığışdırıb elə çıxmışam oradan. Ona görə də ilk öncə mətbəx, ondan sonra digər otaqları keçirəm yığışdırmağa. Belə, sonra isə bunu bilirəm soruşacaqsınız. Bunu Trendyoldan sifariş eləmişdim. İstəsiniz əgər Instagram story'də sizlər üçün qoyaram linkini. Çox rahatdır mənim üçün. Yəni əlimdən tutur. Sırf baxım məhsullarını bura yığıram. Daha estetik görsənir deyə düşünürəm. Həm də axtaranda əlimin altını daha rahatlıqla tapıram. Əgər hələ də Instagram səhifəmi takip etmirsənsə, mütləq takip al. Ora daha maraqlıdır. Nəsə, videonu like edib mənə dəstək olsa çox sevinərəm. Növbəti vloqlarda görüşənədək hələlik.